Hər kəsə salam, kanalımın dəyərli xanımları. Yeni vloquma xoş gəlmisiniz. Gördüyünüz kimi tam 40 dəqiqəlik vloq çəkmişəm. Bilirəm ki, dəqiqəsi çox olan vloqları xoşlayırsınız. Mən də bunu nəzərə alaraq çalışıram ki, vloqları biraz uzun çəkim. Bundan öncəki vloqda da qeyd etmişdim ki, koridordakı şkafı yığışdırmalıyam. Bura çox qarmaqarışıq idi. Ayaqqabılar üst-üstə və tək ayaqqabılar yox, evdə geyiniləsi başmaqlar, jiletlər, kurtkalar, bir sözlə hər nə varsa qarmaqarışıq idi. Düşündüm ki, elə buranı yığışdırıram, vloqu da başladım. Sizi ilə birlikdə yığışdıraq. Öncə açıq saçla işə başladım. Düşündüm ki, biraz vloq çəkirəm, qoy yaxşı görsənsin. Sonra gördüm ki, yox, yenə açıq saçla iş görə bilmirəm. Qalxdım tez saçımı yığdım. Bilirəm deyəcəksiniz ki, onsuz da hər kəs evində iş görəndə saçını yığır. Amma vloq çəkəndə tamam başqa cür olur. İstəyirsən ki, vloqda yaxşı görsənəsən. Çünki bu video burada illərlə qalır, bəlkə də ömürlük. O səbəbdən də saçımı açıram. Biraz iş görən kimi görürəm ki, mənə dəhşət mane olur. Sonra tez yığıram. Düzdür, ayaq üstə iş görəndə heç vaxt mane olmur. Çünki mən saçımı ön hissələrini yığıram deyənə yalnız arxa tərəf açıq qalır. Amma bu cür əyilib qalxıb iş görəndə saçlar önə gəlir və iş görmək üçün məhdudiyyət yaradır. Və xanımlar, bütün ayaqqabıların hamısını yığdım yerə. Öncə şkafın daxilini təmizləyib, qapısını bağlayıb, sonra ayaqqabıları təmizləmək istəyirəm. Belə olanda arxayın oluram ki, şkaf təmizdir. Yuxarıdan götürdüyüm ayaqqabıları tez düzürəm bura və iş bitir. Şkafların daxili üçün də məndə evdə vinil də var. Bu şkafı yığışdıran zaman bir-iki nəfər mənə yazmışdı ki, elə ora vinil salardın. Bunu mən də bilirəm. Eləməmə səbəbim budur ki, bilirsiniz də yapışqan olur. Onu şkafa yapışdıranda, sonra o zədələnən zaman yenisi ilə əvəz olunanda artıq şkafın daxili yapış-yapış olacaq. Səbəbdən də elə bura klonka sərirəm. Bayaq göstərdiyim kimi də iki tərəfli skoçum var. Çox nazikdir, hədiyyələri bağlamaq üçündür. O skoçlardan istifadə edirəm ki, klonkalar sürüşməsinlər. Və xanımlar, bu ayaqqabılar qış ayaqqabılarıdır. Gördüyünüz kimi sapaşkilər də çoxsu və ugidir. İnanın ki, xanımlar, bu qış mən bunların heç birini geyinməmişəm. Bir dənə lazım olanda ugini geyinmişəm. Çünki başqa heç yana getmirdim. Yalnız qızımı məktəbə aparıram, sonra qayıdıram evə. Məktəbə də gedəndə artıq bilirsiniz ki, mən başmaqla gedirəm. Həm də ki, maşınla gedirəm, maşından da qətiyyən düşmürəm. Yəni deməyim odur ki, bu ayaqqabıların heç birini geyinməmişəm. Geyinmədiyimə görə də demək olar ki, hamısı tərtəmiz idi. Amma buna baxmayaraq mən bunların hamısını korobkaya yığacam deyənə bir hamısını şampunladım, sonra duruladım, quruladım və korobkalara yığıb qaldıracam yuxarı. Bu şkafın aşağı hissəsinə isə yay ayaqqabıları yığılacaq. Ayaqqabılar yığılmamışdan öncə onu qeyd edim ki, qızımın bir-iki ayaqqabısı var ki, çox yaxşı vəziyyətdə idi, amma ki, ayağına olmurdu. Bunlar da qoyuram ehtiyacı olan üçün, amma biraz yığmalıyam, xeyli olandan sonra verəcəm ehtiyacı olana. Bu gördüyünüz qutularda isə yay ayaqqabıları var. Bunları indi düşürdürəm aşağı, elə bil ki, bunlar yer dəyişmə eləyəcəklər. Yay ayaqqabılarını çıxardacam korobkadan, qış ayaqqabılarını da abratını korobkaya. Demək, xanımlar, bu şkafı mənim üçün yoldaşım yığmışdı. Düzdür, mebeli yığmaq yoldaşımın iş sahəsi olmasa da, amma əlindən çox yaxşı mebeli yığmaq gəlir. Özü ölçür, biçir, gedir mebel düzəldən yerinə, ölçülərini verir, materialı kəsdirir, sonra evə özü gəlir, ustanovka edir. Amma gəlin görün ki, bu mebeli mənim üçün patolka kimi yığdı, amma yenə də mənim pal-paltarım bura sığışmır. Mən artıq bilmirəm ki, evin hansı küncünə şkaf yığdırım ki, pal-paltarım sığışsın. Düzünü desəm, paltarı çoxalırdım. Harda xoşuma gələn paltar görsəm, onu almalıydım. Amma 2 il olar ki, artıq bu xasiyyətimi yığışdırmışam. Əslində belə deməyim ki, yığışdırmışam. Belə daha doğru olar ki, heç bir gördüyüm paltar ürəyimcə olmur. Bunun səbəbi nədir? Bu necə oldu? Heç bilmirəm. Əvvəllər bir paltar görəndə, əgər yanımda pul da varsa, xoşuma gəlirdisə alırdım. Amma indi bir paltarı görəndə lap xoşuma da gəlsə, düşünürəm ki, buna nə ehtiyac var ki, alım. Yəni ki, xanımlar, indi bilmirəm necə olubsa, hər gördüyüm məni qane eləmir. Düşünürəm ki, bəlkə bu yaşla əlaqədardır. Əvvəllər çox gördüyümü bəyənərdim, amma indi hər gördüyümü mənə bəyəndirmək olmur. Hətta xanımlar, götürürdüm uşaqları, gedirdim mağazinlərə. Mağazinləri gəzmək mənə o qədər xoş gəlirdi ki, Asobunlu da pal-paltar mağazini, qab-qacaq mağazini, bir sözlə nəsə almaq məni xoşbəxt edirdi. Amma indi bunun tam əksi olub. Heç bir mağazinə addımımı da atmıram. Paltar yerlərini gəzməyə heç həvəsim də yoxdur. Bəlkə də bu uşaqlarla da bağlı ola bilər. Yəni ki, nə demək istəyirəm? Misal üçün gedirəm mağazinlərə baxmağa, Tamerlan mənə imkan vermir. Başımı elə qatır, məni o qədər
yorur ki, nəinki paltar almaq, deyirəm elə buradan tez çıxım, gedim evə. Bu səbəbdən deyirəm ki, bəlkə də burada uşaqların da rolu var. Xanımlar, gördüyünüz kimi şkafın lap yuxarı hissəsinə baxırıq. Orada da xeyli ayaqqabılar var. Bu arada Tamerlanın da çubuğunu görürsüz. Onu qaldırıb qoymuşdum yuxarı, amma ona da Tamerlan deyərlər. Elə ağlayıb özünü öldürür ki, çubuğu ona verməmək qeyri-mümkündür. Səsinizi sanki eşidirəm, deyirsiniz ki, al əlindən at bayıra. Elə də eləmişəm xanımlar, artıq almışam da, atmışam da bayıra. Sadəcə bu kadrda iş görürdüm deyənə əlindən alsaydım dünyanı dağıdardı. Və xanımlar, gördüyünüz kimi şkafın yuxarı hissəsindən korobkaları mən düşürtmürəm. Bunun da səbəbi odur ki, mənim ora boyum çatmır. Mənim boyumu da soruşursunuz, bu arada 1.60-dır. Amma qızım məndən hündür olduğuna görə Leylanı çıxartmışam, Leylanın rahat əli çatırdı. Düz Leyla məndən o qədər də hündür olmasa da, axır ki, yuxarının qapısını açmağa belə əli çatırdı. Mənim heç əlim çatmırdı ki, onun qapısını belə açım. Bu arada Leyla atasına oxşuyur. Atasının da boyu 1.87-dir. Hətta deyəsən az dedim, mənim elə yadımda qalır. Və xanımlar, gördüyünüz kimi ayaqqabını da bitirdim. Keçirəm kurtka və jiletkaların olduğu yerə. Bu hissə məni bütün qış boyu çox bezdirmişdi. Kurtkaların yeri çox sıx idi. Mən də düşündüm, buna bir çarə tapdım ki, bu arada qutuları görürsüz, yuxarı necə qoyuram. Biraz çox səliqəsiz görsənir, bilirəm, amma başqa çarə yoxdur. Evdə yer yoxdur ki, o qutuları qoyum. Hamısı da doludur, sapaşkiləri, ayaqqabıları yığmışam qutuya. Demək xanımlar, kurtkalara nə çarə tapmışam? Mənim yoldaşım Moskvaya gedəndə əlində bir kurtkası var idi. Özü ilə də 2 dənə nazik kurtka aparıb. Amma ki, evdə qalan kurtkaları da var. Biri lap qalın kurtkadır, biri paltodur və digərləri nazik pencə kimi kurtkalardır. Mən də düşündüm ki, onsuz da ki, yoldaşım artıq 3 ildir ki, burada yoxdur və hələ işi də davam edir. Bu arada özündən də soruşmuşam ki, birdən pis təsir edər ona. Onsuz da hələ ki, sən yoxsan, kurtkaları qatdalayım qoyum başqa bir yerə ki, burada sıxlıq yaranmasın. Yenə də özü gələndə kurtkaları asacağam buradan. İndi əlbəttə ki, gərək bunu çoxdan eləyəydim. Düşünürəm ki, gərək bunu çoxdan edəydim. Bütün qış özümə kurtka almamışam ki, lap alsam bunu hara asım. Yer yoxdur, sıxlıqdır. Ona görə də ən yaxşı çözüm elə budur. İndi burada da əyləşdim ki, yoldaşımın kurtkalarını qatdalayım. Tamerlan da mənə kömək eləyir. Demək xanımlar, mən burada koridorun şkafını yığışdırıram. Tamerlan da ki, yəqin ki, məni yamsılatmaq adına gedib spalnidəki şifoneri dağıdır və güya başlayır oranı yığışdırmağa. İnanırsınız, mən buranı yığışdırıb bitirəndən sonra spalniyə getdim ki, bütün şifonerin pal-paltarı yerdədir. Biraz əsəbləşdim. Həm əsəbi idim, həm də ki, əsəbdən gülürdüm. Bu arada xanımlar, görəsən aranızda mənim kimi olan var. Bəzən elə olur ki, əsəbləşirəm, amma əsəbdən gülürəm. Yəni xanımlar, bilirsiniz necə olur? Üzüm gülür, amma daxilən çox əsəb keçirdirəm. Bunun səbəbini bilmirəm nədir, amma bir dənə onu bilirəm ki, bu hal mənə 2 qat əsəb verir. Məsələn, belə deyək, gəlirəm otağa, görürəm ki, Tamerlan otağı dəhşət bir günə qoyub və gördüyüm hala şoka düşürəm. Həm əsəbləşirəm, həm də gülümsüyürəm. Siz elə başa düşərsiniz ki, mən qahqanaq çəkib gülürəm. Yox, sadəcə üzüm gülür, amma içdən əsəb keçirdirəm. Uşaq da mənə baxır ki, anam gülür, yəqin bu elədiyim anamın xoşuna gəlir. Gəlin də buna onu başa sal ki, mən əsəbdən gülürəm. Məsələn, Tamerlanı görürsüz burada. İndi mən buranı yığışdırıram deyənə şkafın daxili boşdur. Tamerlan da gedib orada oynayır. Amma mən buranı yığışdırmasam belə, normal günlük bir həyatımız. Tamerlan kaşoku qoyur yerə. Kaşokun qapağı var deyənə üzərinə çıxa bilir və asanlıqla bu şkafa keçir, paltarları atır yerə, şkafın da qapısını bağlayır, əyləşir orada. Bu arada bunu da qeyd edim ki, mən diqqət edirəm, uşaq şkafda qalmır, hər bir saniyədən bir qapısını açır, bağlayır. Bu uşağın elədiklərinə normal insan əsəbləşər, qışqırar, hətta biraz döyər ki, bir də belə eləməsin. Amma mən gülürəm. Mənə elə gəlir ki, bu heç normal bir hal deyil. Yoldaşımın nənəsi hər gün bizə gəlir və Tamerlanı belə görəndə deyir ki, vurmursan deyənə belə edir. Biraz çək uşağa, qoy qorxsun səndən, bir də belə eləməyəcək. İnanın ki, xanımlar, vura bilmirəm, həqiqətən deyirəm. Bu uşaq belə edəndə mən gülürəm. Bu məndən asılı deyil, həqiqətən də istəyirəm ki, biraz ciddi olum. Üzümdəki zəhimi görsün, qorxsun, amma yox, belə hallar məndə çox-çox nadirə.
verən olur. Yadınıza gəlir xanımlar, köhnə izləyənlər bunu daha yaxşı bilər. Bir dəfə vloqlarımın birində mən demişdim ki, uşaq vurmağı heç xoşlamıram. Yenə də bu sözü deyirəm, amma uşaq böyüdükcə elə bir səhv eləyə bilər ki, valideyn məcbur olar ki, ona əl qaldırsın. Mən bu günə kimi uşağı vurmurdum, cəzalandırırdım. Mənim verdiyim cəzalar da ki, nədir? Telefon qadağan olunurdu. Ürəyi istədiyi yemək bir gün ərzində bişmirdi və ən önəmlisi də bəlkə də kimi üçünsə tükürpədici gələcək, amma mən bunu eləmişəm. Hardasa bir 10 dəqiqəlik uşağı öz otağında saxlamışam, qapını da bağlamışam ki, nə vaxt elədiyin səhvi anlayarsan, qapını döyərsən ki, mən başa düşdüm, qapını aç. O zaman qapını açaram, üzr istəyərsən və oradan çıxarsan. Mənə elə gəlir ki, uşağı döyməkdənsə cəza vermək onun öz səhvini başa düşməsi üçün daha etkiləyici bir variantdır. Bu arada xanımlar, şifoneri də necə yığışdırdım, onu göstərirəm sizə. Arxa tərəfdə mənim başmaqlarımdır. Ön hissədə də bu havada geyiniləcək ayaqqabılardır. Mən digər şifonerdəki ayaqqabıları hələ çıxartmamışam. Onlar tam yay üçündür deyənə düşündüm ki, havalar tam qızar, bir aydan sonra onları çıxardaram. Və xanımlar, mən sizə yalnız bu hissələri çəksəm də, koridorda bugün hər yeri təmizləmişəm. Patologdan tutmuş lüstrə kimi. Təbii ki, hamısını çəkmək olmur, çünki hələ hamısını çəkməmişəm, vlog 40 dəqiqədir. Evin qapılarını da təmizlədim, xalçanı da sürtüb təmizləmişəm. Xanımlar, kondisionerin olduğu hissəyə baxın. Görəcəksiniz ki, orada aboy kəsikdi. Bunun səbəbi bilirsiniz nədir? Bundan öncəki kondisioner bundan yekə idi. Aboy isə kondisionerdən sonra vurulmuşdu. Bundan öncəki kondisioner yaxşı soyuq vurmadığına görə biz onu çıxardıb yenisini aldıq. Bunu taxanda gördük ki, aboy bu cür yarımçıq qalıb. Təəssüflər olsun ki, bu aboyun kusoku da qalmamışdı. Ona görə də bu cür yamaq görsənir. Amma mən bunu problem eləmirəm, çünki yoldaşım gələndən sonra koridorun aboyunu dəyişmək istəyirəm. Nəinki koridorun aboyu mətbəxdə ona aiddir, hətta bəlkə otaqlarda. Qızımın otağı isə başdan ayağa təmir olunmalıdır. Qızımın otağının təmir olunmamasının səbəbi bilirsiniz nədir? Uşaq vaxtı qızım otağında bütün divarları yazırdı. Əlinə nə düşsə gedirdi divar yazırdı. Buna görə də biz düşünmüşdük ki, elə ora emosiya qalsın, biraz uşaq böyüsün, sonra oranı remont eləyərik. Elə o biraz, bu biraz illərdir ki, belə qalıb. Səbəbi də odur ki, orada mebel çoxdur. Onları çıxartmaq gözümüzə dayanmışdı ki, o qədər mebeli çıxart bayıra, sonra aboy çək, təzədən yerləşdir yerinə. Amma hal-hazırda özüm istəmirəm ki, oranı təmir elətdirək, çünki qızım yerini ötürüb tamirlana, düşünürəm ki, eynisini də tamirlan eləyəcək. Bu səbəbdən də düşünürəm ki, hardasa bir ildə keçsin, tamirlan olmaz sözünü anlayacaq yaşa gəlsin, ondan sonra uşaqların otağını qəşəng təmir elətdirərik. Xanımlar, burada da çıxmışam bayıra. Qapının üstündə belə şüşə var. Bu şüşədəki tez-tez toz olur. Nə qədər silirsən, 2 gündən sonra görürsən ki, tozdur. Bu səbəbdən də qapını hər zaman tez-tez təmizləyirəm. Və ən önəmlisi də ki, mən heç xoşlamıram ki, qapıların üzərində hörümçək toru olsun. Nəinki qapıların üzərində, elə evdə də, çöldə də. Xanımlar, mən qışda da baxırsan ki, əlimdə uzun şotka bütün evin tozunu təmizləyirəm. Yəni ki, çöl hissədən. Ən çox da bayır tərəfdə olur hörümçək torları. Ən xoşlamadığımdır ki, evdə hörümçək toru olsun. İstər bayır tərəfdən, istərsə də evdə. Mən hər zaman belə eşitmişəm ki, hörümçək toru olan evdə dığdıq çox olur, davadalaş çox olur, evin bərəkəti olmur. Ev nə qədər təmiz olarsa, bərəkəti də çox olur. Mən bunu eşitmişəm çox yerdən və buna da çox inanıram. Demək xanımlar, bir ev var, yaxında da, yəni tanıyıram kimdir. İnanırsınız, evinin bayır hissəsində o qədər hörümçək torları var ki, tut ucundan qalx göyə. Yəni o qədər hörümçək toru basıb bütün evi. Həmən o evdə o qədər dığdıq var, o qədər davadalaş olur ki, mən hər zaman belə görürəm ki, evinin təmizliyinə baxmayanın evində söz-söhbət çox olur. Bu həqiqətən də isbatlanıb və mən özüm də buna çox inanıram.
Demək xanımlar, bayaqdan durmadan danışmağımın səbəbi bu idi ki, görürsüz evdə maşınka işləyir. Səsi necə gür gəlir. Düşündüm ki, bütün vloqu bu maşınkanın səsi ilə keçirtməkdənsə biraz danışım. Buranı da sizinlə birlikdə yığışdırdım, bitirdim. Duxuları da ki tez-tez silirəm mən, üzəri toz olur. Qapını da tez-tez silirəm xanımlar. İstər içəri tərəfdən, istərsə də çöl tərəfdən. Səbəbini də ki bayaq izah elədim. Xoşum gəlir ki, evin qapıları təmiz olsun. Mən bayaq dediyim sözlərə çox-çox inanıram. Hətta evin qapısını sirkəli su ilə da silirəm. Mən bunu edəndə hiss edirəm ki, evin aurası yüngülləşir. Çünki hər kəsin evinə kimsə gəlir, gedir. Ən nifrət elədiyim insan tipi də odur ki, yalnız negativ sözlər danışır. Mən insan tanıyıram ki, bir gün olsun ağzından xoş sözlər çıxmır. Yalnız bədbin danışmaq, negativ sözlərdən istifadə etmək. Belə insanlar bizim evə gəlib gedəndə mən mütləq və mütləq evi sirkəli su ilə silirəm. Ümumiyyətlə mənə qəribə gələn odur ki, belə insanlar nə yeyir, nə içir ki, yalnız ağzından bəd sözlər çıxır. Mən həyatda gülərüz insanam. Bəd insanlara da nifrət edirəm. Hətta bəd-bəd danışan insanları ətrafımdan uzaqlaşdırıram. Bir insan tanıyıram ki, bir dəfə və pozitiv söhbətlər edirik, gülürük. Görürəm ki, biz gülüb danışdıqca həmən insanın qanı qaralır, qaşqabaqlı olur və görürəm ki, bizə pis baxır və bizim əhval-ruhiyyəmizin yaxşı olmasını görür. Elə sözlərdən istifadə elədi ki, bizim əhvalımız pozulsun. Yəni ki, xanımlar, bu cür insanlar bizim evdən gedəndən sonra mütləq qapını və qapının ağzını sirkəli su ilə təmizləyirəm. Bilirsiniz, xanımlar, əvvəlki mənlə indiki mənim aramda o qədər fərq var ki, əvvəllər çalışırdım ki, heç kimin qəlbinə dəyməyim, heç kəslə pis rəftar eləməyim, bir sözlə heç kəs üzülməsin. Amma indi bu son 3 ildə baş verib, indi düşüncələrim o qədər dəyişib ki, hərdən düşünürəm keçdiyim günləri, ürəyini qırmaq istəmədiklərim ürəyimi qırıb, üzmək istəmədiklərim məni üzüb. Amma indi qınayırammı? Yox. Mən yalnız özümü qınayıram və özümü günahkar bilirəm. Mən icazə verməsəydim, kimsə də məni üzə bilməzdi. Bunu dərk eləmək tam 36 ilimi aldı. İndi isə özümə qarşı kiçik bir səhvi belə olanları əsla bağışlamıram. Mənim 2 metr məsafəmə belə yaxınlaşa bilmirlər. Aramızda elə insan olacaq ki, düşünəcək ki, kinli olmaq yaxşı deyil. Amma xanımlar, elə insanlar var ki, onlarla danışmaqdansa danışmamaq qat-qat yaxşıdır. Və xanımlar, mən keçmişəm artıq parfümeriya olan sirməni təmizləməyə. Bu sirmə əslində təmizdir. Yəni ki, burada gördüklərinizin hamısı yeni təmizlənir. Amma sadəcə düzənsizdir. Bunun da səbəbi artıq məlumdur kimdir. Tamerlan buranı da qarışdırır. Nədənsə uşaqların ən sevdiyi yerdir. Və xanımlar, məni köhnə kanalımdan izləyənlər artıq bilir. Mənim kosmetikalarım həddindən artıq çox idi. Burada olanlardan bir izləyicim var, ona da göndərmişdim və atdıqlarım da çox olub. Hətta yaxınlarıma da verirdim. Əvvəllər kosmetika çox alırdım, amma indi artıq bunu da almıram. Əlimdə nə varsa onu istifadə edirəm. Hətta mən sizə də demişdim bunu ki, mənim bacım da mənim üçün kosmetika alır. Hətta burada da görəcəksiniz ki, bir tonalni var. Bir tonalnidən məndə 3 ədəddir. Bunun səbəbi də ki, məndə olan tonalnidən bir dənə də bacım mənə alıb. Üçüncüsü də ki, zapas olaraq özüm almışdım. Buranı düzənləməkdə məqsədim odur ki, köhnəlmiş tonalniləri atım, sizə nə verəcəmsə ayırım və burada göz karandaşları var, onları da atmalıyam çoxsunu. İstifadə eləmədiklərimi də yenə dediyim kimi ayırıb qoyacam ki, sizə göndərim. Amma xanımlar, bu göndərməni bu dəfə eləməyəcəm. Çünki əlimdə material azdır. Biraz yığılsın, xeyli olsun. Ondan sonra aranızdan birini seçərəm, göndərərəm. Qabları da ki, xanımlar, ərindim aparıb yumağa. Dedim elə burada nəm salfetka ilə silim, qoyum. Nəm salfetkadakı spirtlə olandandır. Bilirsiniz də xanımlar, toz təmizləyən salfetkadır. Tək buranı düzənləmirəm. Bunun yanındakı digər sirməni də düzənləməliyəm və iynə sapların olduğu hissəni də deyəsən Tamerlan qarışdırmışdı. Oranı da təmizləyirəm. Ən əsas da ki, xanımlar, mənim kaşluklarım çoxdur. Bunu birazdan sizə də göstərəcəm. Həm çoxdur, həm də ki, istifadə eləmirəm. Daha doğrusu istifadə edirəm, amma hamısını yox. Düşünürəm ki, o kaşloklardan da ayırmalıyam. Çünki gərəksiz yer tuturlar, çoxdular. Amma gərək bir-bir baxım ki, harasındasa nəsə defekt varsa onu atım. Düzdür, mən defektli heç nə saxlamıram, amma yenə də elə material var ki, qaldıqca öz-özünə xarab olur. Buna da növbəti vloqda birlikdə baxarıq. Bu kaşlokda xanımlar, bilirsiniz nə qoyuram? Demək, bəzən elə olur ki,
səhər tezdən oyanıram və Tamerlan hələ yatmış olur. Mən də düşünürəm ki, makiyaj eləsəm Tamerlan səsküydən oyana bilər. O səbəbdən də bu kaşlyoka makiyaj eləyə biləcəyim qədər mənə lazım olanları yığmışam. Elə bir dənə o kaşlyoku götürürəm, gedirəm mətbəxdə bəzənirəm. Beləliklə Tamerlan oyanana kimi mən bəzənmiş oluram. Bu kaşlyoka yığdıqlarımı da ki tez-tez dəyişirəm. Çünki necə makiyaj eləyəcəyim həmənki günün əhval-ruhiyyəsinə baxır. Bəzən elə olur ki, tünd makiyaj edirəm, bəzən də olur ki, yoxmuş kimi. Elə ona görə də kaşlyok burada dolu vəziyyətdə qalır.
xanımlar, keçmişəm digər sirməni yığışdırmağa. Bir izləyicim var idi, mənə demişdi ki, sirmələri yığışdırın. Ona lazım idi ki, evdə də baxsın, nəyi harasa qoymaq lazım idisə. Həm onun üçün çəkirəm ki, baxsın, nəyi hara yığa bilərsə, onun üçün də fikir olsun. Bu qolbağı da ki, xanımlar, yoldaşıma almışam. Probu 925 gümüşdür, 53 qramdır. Modeli çox bəyəndim, çox xoşum gəldi. Bağlanmaq hissəsi də moşnudur, təmiz gümüşdür. Bunu yoldaşıma vermək üçün almışam, amma özünün xəbəri yoxdur. Çox əminəm və bilirəm ki, o mənim vloqlarıma baxmır. Xoşu gəlmir mənim vloqlarıma baxanda. Çünki mən bu YouTube-u dəfələrlə demişəm, o qədər yalvarıb açdırmışam ki, icazə verib verməsinə, amma özü baxmır, baxmaq da istəmir. Bilmirəm niyə, səbəbini də demir. Deməli xanımlar, bu sirməni məni köhnə kanaldan izləyənlər bilir. Əvvəllər bujiteriyaların olduğu sirmə idi. Bilirsiniz ki, mən bujiteriya, yəni prostoy aksesuarlar taxa bilmirəm. Əvvəllər bujiteriyaları taxırdım və barmaqlarımın araları xırda-xırda səpkilər olurdu və bu səpkilər qaşınırdı. Mən müxtəlif mazlar alırdım, sürtürdüm, amma görürdüm ki, xeyri yox idi. Sən demə, bu bujiteriyalar mənə allergiya verirmiş. Mən özüm də allergiyası olan insanam. Nəinki bujiteriya, ximikata əl vuran kimi başlayır üzüm səpməyə, qaşınmağa, dərman içirəm, allergiyanı sakitləşdirirəm və illər öncə aldığım bujiteriyalarda burada qalmışdı, yer tuturdu. Bir də baxdım ki, mən illərdir ki, bujiteriya taxmıram, yalnız qızıldan istifadə edirəm. Niyə bu bujiteriyalar burada qalsın? Götürdüm o bujiteriyaların hamısını verdim ehtiyacı olana, yarısını da verdim qızıma. İndi isə bu sirmədə yalnız lazım olanları saxlayıram. Bu saatlardan xoşum gəlir, amma ki prostoydur. Düzdür, hamısı paslanmaz poladdır və allergiyaya qarşı materialdan hazırlanıb. Amma mən yenə də çox nadirən istifadə edirəm o saatları. İnşallah istəyim odur ki, bir dənə özüm üçün qızıl saat alım. Qızıl saatların da qiymətləri uçmuş durumda. Keçən dəfə baxırdım, mən istədiyim saatlar 5000-6000 manatdan başlayır və o saat mənə hələ əl çatmır gəlir. Amma inşallah Allahın köməkliyi ilə o qızıl saatı da almaq istəyirəm. Və bu sirmədə gördüyünüz kimi ampliatordur, onun adaptırıdır, işlətmədiyim naushniklardır. İşlətmədim deyəndə ki, xanımlar, ikisini işlədirəm, buradakı zapasdır. Çünki bizim evdə Tamerlan var, hər an işlətdiyimi qıra bilər. Digər mövzu isə gördüyünüz kimi orada lazer aparatı var. O lazer aparatındakı çox insan məndən soruşmuşdu. Mən heç məsləhət görmürəm, çünki 350 manat qiyməti var, amma yalnız koriçnevi və napnazik tüklərə nüfuz edir. Yəni ki, əgər qolunuzda, üzünüzdə qara tüklər varsa, onlara heç işləməyəcək də. Ona görə də 350 manat ona verməyə dəyməz. Gördüyünüz kimi də xanımlar, bu sirmədə elə də çox əşya yoxdur. Yalnız lazım olanları saxlamışam. Flaşkadır, qulaq təmizləyəndir, balaca tripoddur, kistiçkaları yumaq üçün alətlərdir, keyslərdir və lazer, bir də epilatordur. Hal-hazırda əsas məni narahat edən kaşlyokların olduğu sirmədir, amma onu bu vloqda yığışdırmıram, sadəcə sizə göstərirəm və salam. Çünki vloq uzun olur, onu saxlamışam növbəti vloqa. Bu keysi də çox xoşlayıram, güzgüdür. Hal-hazırda istifadə etdiyim də bundandır, o isə zapasdır. Bayaq bunu deyirdim, xanımlar, bu lazer aparatıdır, amma siz olun, o qədər pulu ona verməyin. Bunu da xanımlar Temudan almışam, kistiçkaları yumaq üçündür. Elə rahatdır ki, kistiçkaları tərtəmiz yuyur. Bu balaca tripodudakı xanımlar, gərək maqnitini telefona yapışdırasan. Mən də istəmirəm telefona maqnit yapışdırmaq, ona görə istifadə eləmirəm. Bu qulaq çöpündəki demək olar ki, hər marketə gedəndə alıram, çünki nə qədər arxa tərəfdə gizlətsəm də Tamerlan yenə də onları tapır, dağıdır və yerə düşənləri də məcbur oluram ki, atım, çünki qulaqda istifadə eləmək olmaz. Bu sirməndəki xanımlar, artıq siz görmüsünüz, bilirsiniz. Mən tikiş tikməyi çox xoşlayıram deyənə, tikiş tikməyə aid çox aksesuarım var. Saplardır, maşınkaya uyğun. Burada düymələrdir, iynələrdir, müxtəlif xırda aksesuarlardır. Məsələn, bu klivoydur. Bel üçün rezinkalardır. Uşaqların kalqotkalarının beli boşalanda rezinkalayıram. Dediyim kimi müxtəlif xırda aksesuarlar var burada. Məsələn, bu qabda pərdə aksesuarlarıdır. Mən yorğan üçün iynələr almışdım. Elə qoydum o qaba, qoy qalsın orada, çünki Tamerlan dağıdır. Bu qabdadakı xanımlar sırf tikiş maşınkasına aid aksesuarlardır. Aksesuar deyəndəki xanımlar, mənə tikiş tikmək üçün lazım olan avadanlıqlar var burada.
Və xanımlar, son halında göstərim. Hələ ki belə yığdım. Bunların hamısını istifadə edirəm deyəndən saxladım. Amma sizi üçün də 1-2 dənəsini kənara qoydum. Onun kendi nasıl olduğunu, onun kendi sıfır. Neden? Nasıl bir? Onun önemli Qızlar, bayaq bu kaşlokları deyirdim. Görürsünüz nə qədər kaşlokum var. Yanlış anlamayın, bunların hamısını mən almamışam. Bacımın da mənə aldıqları var. İkimizin də aldığı üst-üstə gələndə bu qədər edib. Hətta gördüyünüz kaşloklar hamısı deyil, gördüyünüz kimi matruşka kimi kaşlokun içindən kaşlok çıxır. Baxın, hansı kaşloku göstərirəmsə, hamısının içində əlavə kaşlok var. Burada mənim tikdiyim kaşloklar da var. Onları da sizə göstərmək istəyirəm. Onu axtarıram hal-hazırda. Əgər o kaşloku bəyənsəz, xanımlar, tikiş tikməyə də həvəsi olan olsa, çox istək olsa, təbii ki, bir gün vlogda tikərəm, baxarsınız. Baxın, xanımlar, bu kaşloku deyirəm, bunu mən tikmişdim illər bundan öncə. Dediyim kimi, tikiş tikməyə böyük həvəsim var. Sadəcə olaraq uşaqlar imkan vermir ki, istədiyim kimi tikiş tikim. Xanımlar, bu kaşlokun parçası evdə idi, bilmirəm nəyin parçası idi. Zamoku da evdə var idi, evdən istifadə etmişəm. Üzərinə də ki, fason olsun deyənə Winnie Pooh yapışdırmışam. Digər tərəfdəki ulduzu da başqa bir parça var idi. Parçadan ulduz kəsib tikmişəm bura. Düzdür, heç vaxt istifadə etməmişəm, amma qalmaqdan rəngi də solub. Dediyim kimi, xanımlar, əgər tikiş tikməyə həvəsiniz olsa, istəsəz ki, sizə göstərim. Amma bir-iki insanın istəyinə yox, təbii ki, biraz çox insan istəsə, tikərəm və necə tikilir, onu sizə də göstərərəm.
Xanımlar, bu bilirsiniz nədir? Yoldaşım Bakıya gələndə bunu mənə hədiyyə gətirmişdi. Deməli, işıqları söndürmək lazımdır, divara fanar tutmaq lazımdır. Bu sepin ortasında qaş var. O qaş divara yansıma verir və sanki projektorla divara yazılar yazılır. Tam 100 ölkənin dilində səni sevirəm yazılır. Yəni bu sepin özəlliyi budur. Buna görə də bunu saxlamışam, taxmıram. Çünki sepi çox nazikdir, qorxuram ki, qırılar. Həm də ki, birdən qırılar hardasa itməyini istəmirəm. Ona görə də elə burada saxlayıram. Qızım böyüyər, verərəm qızıma, taxar. Bu sirmədə də ki, xanımlar, hər zaman telefonların korobkaları olur, sənədlər olur və bir-iki dənə hədiyyəlik qutular lazım olanda atıram bura ki, nə vaxtsa lazım olar. Deyəcəksiniz ki, bu qızının burada nə işi var? Tamerlana görə bu sirmədə gizlətmişəm. Tamerlan bu sirməni açmır. Və xanımlar, bunları sizin üçün ayırıb qoymuşam kənara. Demək olar ki, heç birini heç vaxt işlətməmişəm. Çünki üz rəngimə uyğun olmayıb. Hətta orada Superstyle bleskini də görürsüz. O çox gözəl markadır, keyfiyyətlidir. Baxın, bunu deyirəm. Hətta orijinaldır. Amma dediyim kimi, biraz yığım, sonra göndərərəm. Çünki hələ kaşlıqların da sirməsini təmizləməliyəm. Zamanı çatanda mən sizə deyəcəm. Və xanımlar, mən burada sizinlə sağollaşıram. Axıra kimi mənə baxdığınıza görə sizə təşəkkür edirəm. Kanalıma abunə olsaz məni çox-çox sevindirərsiniz. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın.